Salam, hörmətli izləyicilər. Bugün ev usulü dönər hazırlayacağım. Bunun çörəyini özüm hazırlayıram, ətini də özüm hazırlamışam. Bunun çörəyini vaxtlarında yayıb sobada bişirirəm. Qabaqcadan xəmiri yoğurmuşam, xəmirimiz gəlib. 3 ədəd yaymışam burada dönər çörəklərin. Çörəklər yeni qıyafələrində dönər çörəyi formasında. Dönər çörəkləri indi üzərin süfrə ilə örtəcəm. Bir hardasa 10 dəqiqə qalandan sonra sobaya verəcəm pişməyə. Dönərin ətini də özüm hazırlayıram. Ətin yumşaq yerlərindən nazik-nazik doğrayıram. İçərisinə soğan, kəkotu, rozmarin, duru yağ, biraz tomat, biraz qatıq, duz istiot vurub, hardasa 2 gün soyuducuda yaxşıca qarışdırıb, 2 gün soyuducuda bastırma halında qazanda saxlayıram. Sonra onu bu formada, rulon formasında bükürəm. Yəni ki, soğanları seçirəm içindən. Ondan artıq kəkotları, içində olan o kəkotunu seçirəm. Qalanın bunun yarısını eləmişəm, yarısı qalıb. Bu da yəni bir balonumuz. Yəni ətini də özüm hazırlayıram. Ev usulunda dönər. Artıq 10 dəqiqə keçdi. Xəmirimiz gəlib. İndi üzərin yumurtalayıram. Üzərin çəngəlləyirəm. Deşik vururam ki, çox qalxmasın. Xəmirimiz çox gözəl gəlir. Aparıram, sobaya qoyam, pişsin. Artıq çörəklərimiz bişib. Birinci listin çörəyi idi. Qoymuşam soymağa. Bu da ikinci listimizdir. İndi başlayırıq əti hazırlamağa. İndi bayaq dediyim hazır rulondan, ətdən, hazırladığım ətdən doğrayıram. Ətimizin içərisində görürsünüz, əvvələrdən görükür. Lay-lay doğrayıb, sonra da belə xırdalayıram. Ətimizi axıra qədər doğradım. Bu cürə də xırdalayıram. Bu az olar. Biraz da bu rulondan istifadə edəcəm. Ətim o biri rulonda az olduğu üçün biraz da bundan doğrayıram. Əti artıq qovurmağa qoymuşam. Biraz əvvəlcədən su atdım. Video uzun olmasın deyə onları göstərmədim. Su atıram, bir 5-10 dəqiqə qaynayır. Sonra suyu çəkilib yağa çönür. Yağda bitki yağı atmışam. Yavaş-yavaş burada qovurulsun. Burada 3 ədəd pomidor, 2 ədəd xiyar, 1 ədəd qırmızı soğan, bir də cəfəri vurmuşam. Duzluyub, istiyotlayıb qarışdırmışam yaxşı. İndi ətimiz qovurulsun, sonra dönərimizi hazırlayacağım. Çörəyimiz artıq soyub, arasını yarmışam. Ətimiz də qovurulub hazırdır. İndi başlayıram hazırlamağa. Mayonezi içərisinə yaxıram. Yəni, hər biriniz evdə uşaqlarınıza ev dönəri hazırlaya bilərsiniz. Pomidor, soğan, ondan xiyar, bir də cəfəri vurmuşam. Yenidən üzərinə mayonez yaxıram. Mayonezini bu formada artıq tosterə qoyuram. Çörəyi tosterə qoyuram. Nanəli ayranımız da hazırdır. Tosterdə bircə dəqiqədə dursun.
Artıq ev usulü dönərimiz hazırdır. Bu da yanında nanəli ayranı. Yəni hər kəs bunu edə bilər.